İsrailin müdafiə ordusu İran ərazisinə endirilən zərbələrin detallarını açıqlayıb. Hücumda ölkənin hərbi hava qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi iştirak edib. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksək səviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla 100-dən çox obyektə zərbə endirilib. İsrail ordusunun nümayəndəsi Efi Defrin qeyd edib ki, zərbə zamanı 300-dən çox müxtəlif silah-sursatdan istifadə edilib. Pilotlar İranın müxtəlif bölgələrində hərbi və nüvə proqramı obyektlərinə zərbələr endirib. Xatırladaq ki, bugün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksək vəzifəli hərbi məmurları həlak olub. Eyni zamanda Tasnim hücum zamanı 6 nüvə aliminin öldüyünü açıqlayıb. İsrailin İranın 10 yaşayış məntəqəsinə hücumları çərçivəsində Təbrizdə 3 nəfər ölüb. İran rəhbərliyi İsrailin ölkə ərazisinə endirdiyi zərbələrə sərt cavab verəcək. Bu barədə İran hökumətinin yaydığı bəyanatda deyilir. Bugün biz hamımız, xalq, hökumət və İran rəhbərliyi yüksək səslə və qətiyyətlə bəyan edə bilərik ki, Siyonistlər terrorçu və təcavüzkardılar. Bizim cavab verməyə tam hüququmuz var və bu cavabı verəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan buna sərt cavab verəcəyik, deyə məlumatda qeyd olunub. Qeyd edək ki, İran İsrailin hücumları səbəbilə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.